2026-cı ilin aprelin 16-sı. Salam mənim gözəlmə, dəstək olan komandam. Hər vaxtın xeyirli olsun. Gedək sabaha aprelin 16-sına. Günün asası olanı gün ərzində nə gözləyir? Pul yollarda nə gözləyir? Və şəxsi həyatda nə gözləyir? Sabah diqqətli olun yollarda. Maşın sürənlər, yol keçənlər, yəni çox diqqətli olun yolda və yolun elə seçin ki, məsələn də yolunuz rahat olsun da, yəni dəqiqləşdirin saatı, vaxtı, getdiyiniz yolu, nə cür gedəcəksiniz. Məsələn, tutalım da gedirsiniz aeroporta, taksi tutursunuz. Taksi gec gəldi, aeroporta gecikə bilərsiniz. Yəni yolda çox diqqətli olun. Ümumi günü götürəndə gün sabah biraz ağır keçəcək. Yəni nə mənada ağır da. Dediyim kimi də yolda nəysə sizi narahat eləyəcək. Bəlkə probkada dayanacaqsınız. Ya yolda kimləsə görüşüb, onunla danışıb görəsiz ki, vaxt keçib, siz məsələn işə düzəlməyə bu işlə bağlı görüşə gedirsiniz, gecikirsiniz. Yəni bu ilə bağlı biraz çətin olacaq. Amma ümumi götürəndə sabahki gün pulda yaxşıdır. Pul sabah gələcək. Sabah pulla özü bir yerdən yox, bir neçə yerdən sizin əlinizə pul gəlir. Deyə bilmərəm, çoxdur, azdır. Yəni ümumi baxışdır da. Kimdə isə çox gələcək, kimə isə az gələcək. Yenə də təki pul gəlsin. Az çoxsu elə ona da şükür eləyək. Axşam isə çalışın, öz planlarınızı heç kəsə danışmayın. Öz planlarınızı danışmayın və öz planlarınızı başqaların yanında belə deyim də göstərməsin, nəsə yazırsınız və başqası bunu görməsin də. Belə. Mən isə şəxsi baxış analogiya saxlamaq istəmirəm. Səhifəmdə üstəgəl 79-dan başlayan 46 bir tane WhatsApp nömrəmdə yazırsınız, sən satırsınız və səbirli növbənizi gözləyirsiniz. Növbə sizə çatan kimi mən cavab verəcəm. Zəng vurmayın, zəng vuranları avtomatik atıram bloka. Dediyim kimi pul əlinizə gələcək. Şəxsi həyatda isə kimisə sizin narahat eləməyə çalışacaq. Xeyirli olsun, mənə dəstək olan komandama.